Balıq. Bugün sizin üçün ünsiyyət baxımından son dərəcə uğurlu və məhsuldar keçəcək. Səhər saatlarından etibarən öz fikirlərinizi aydın, səlis və təsirli şəkildə ifadə etmək qabiliyyətiniz güclənəcək. Əgər vacib bir mövzunu müzakirə etməyi planlaşdırırsınızsa, düzgün mühit seçmək bu prosesi daha da asanlaşdıracaq. Sakit və rahat şəraitdə apardığınız söhbətlər daha səmimi olacaq, qarşı tərəf sizi diqqətlə dinləyəcək və dediklərinizi anlamağa çalışacaq. Bugün siz insanları inandırmaq və onlara təsir etmək baxımından xüsusi üstünlüyə malik olacaqsınız. Arqumentləriniz məntiqli, yanaşmanız isə diplomatik olacaq. Bu xüsusiyyətlər sayəsində həm iş, həm də şəxsi həyatınızda istədiyiniz nəticələri əldə etmək ehtimalınız yüksəkdir. Əgər razılaşma əldə etmək, kimisə öz fikrinizi cəlb etmək və ya bir məsələni həll etmək istəyirsinizsə, bugün bunun üçün ideal zamandır. Ünsiyyət yalnız rəsmi və ciddi mövzularla məhdudlaşmayacaq. Dostlarla, yaxınlarla aparılan söhbətlər də sizə xüsusi zövq verəcək. Səmimi mühit, xoş sözlər və qarşılıqlı anlayış sizin emosional vəziyyətinizi daha da yaxşılaşdıracaq. Bugün insanlar sizi daha yaxşı başa düşəcək, siz də onları daha dərindən hiss edəcəksiniz. Romantik münasibətlərdə isə günün təsiri daha da güclü hiss olunacaq. Sevdiyiniz insanla aranızda xüsusi bir harmoniya yaranacaq. Sözlərə belə ehtiyac olmadan bir-birinizi anlamaq, eyni hissləri paylaşmaq və emosional yaxınlıq hiss etmək mümkün olacaq. Bugün birlikdə keçirilən vaxt münasibətlərinizi daha da möhkəmləndirəcək və aranızdakı bağları gücləndirəcək. Əgər münasibətlərdə əvvəllər kiçik anlaşılmazlıqlar olubsa, bugün onları aradan qaldırmaq üçün də uyğun zamandır. Sakit və səmimi söhbət sayəsində hər iki tərəf bir-birini daha yaxşı anlayacaq və ortaq nöqtə tapmaq çətin olmayacaq. Bu isə münasibətlərdə yeni bir mərhələnin başlanğıcına səbəb ola bilər. Axşam saatlarında isə romantik və rahat atmosfer üstünlük təşkil edəcək. Sevdiyiniz insanla vaxt keçirmək, birlikdə planlar qurmaq və ya sadəcə sakit bir mühitdə söhbət etmək sizə daxili rahatlıq bəxş edəcək. Tək olan balıqlar üçün də maraqlı tanışlıqlar və xoş sürprizlər ehtimalı var. Ümumilikdə, bugün sizin üçün emosional, səmimi və pozitiv keçəcək. Düzgün ünsiyyət, qarşılıqlı anlayış və daxili harmoniya sayəsində günü xoş əhval-ruhiyyə ilə başa vuracaqsınız.